Salam xanımlar, yeni vloguma xoş gəlmisiniz. Bugün toyuq kotleti eləyirəm. Sizin üçün də paylaşıram. Toyuğun döşətini çəkmişəm. Ona bir kök, bir xörək qaşığı manna, bir yumurta, duz, istiot, biber vurmuşam. Xanımlar, gəlin birlikdə Temu bağlamamı açaq, görək nələr sifariş eləmişəm. Sifarişimin çoxu müştərilərə aiddir. Bu donu, amma özüm üçün sifariş eləmişəm. Günlük evdə geyməyə. Çox gözəl, yumuşaq materialı var idi. Çox da bəyəndim. 19 manata idi. El ölçüdür. Bu koftanı da özüm üçün sifariş eləmişəm. Sadə ətəklə geyməyə çox yaxşı olur. Qol bağdır. Bu sifarişdir. Hər yaşa uyğun, çox gözəl, belə incə, şık görünür. Bu isə saçı vurmaq üçün kremdir. Qız uşaqlar üçün savaşqıdır. Çox gözəl, keyfiyyətli gəlmişdi. Çox bəyəndim. $39 ölçü mən sifariş eləmişəm. Bu isə qız uşaqlar üçün cins şalvardır. 18-24 ay sifariş eləmişdim. 13 manata, çox gözəl gəlmişdi. Bu da oğlan uşaqlar üçün köynək. Günlük evdə geyməyə. Materialı çox da qalın deyildi. Yaxşı materialı var. Baxanda qiyməti 11 manat idi. 15-16 yaş üçün mən sifariş eləmişdim. Bu da qız uşaqlar üçün papaqdır. Çox qalın, yumuşaq gəlmişdi. 7 manat. Qiyməti 7 manat idi. Xanımlar, bu da oğlan uşaqlar üçün köynəkdir. Papaqlı, qalındır digər köynəyə nisbətən. Bu çox qalındır. Qışda geyməyə çox gözəldir. 12-13 yaş sifariş eləmişdim. Bu da qız uşaqlar üçün papaqdır. Bir də boğazda belə şarf kimi. Çox gözəl, yumuşaq materialı var. Qız uşaqlar üçün 5 manat qiyməti idi. Bu ise daraq kimi bir şeydir, buruq saçları daramaq üçün. 4 manat idi qiyməti.
Xanımlar, bu tərəzidə 5 manat idi qiyməti. Üstündə də 40 kiloya qədər, yəni çəkmək olar da, nəsə ağırlıqda 40 kiloqrama qədər çəkmək olar nələrsə. Bu da nazik, çox qalın deyil. Qız uşaqlar üçün gündəlik geyməyə köynəkdir. Bu günlük bu qədər. Gələn vloglarımda görüşmək ümidi ilə sağ olun.